Bugünkü mövzumuz olur köməkçi nitq hissələri. Biz artıq köməkçi nitq hissələrinə giriş edirik. Köməkçi nitq hissələri ilk öncə onu bilmək lazımdır ki, köməkçi nitq hissələri ayrılıqda leksik mənaları olmur. Biz bilirik ki, köməkçi nitq hissələrinin yalnız və yalnız qrammatik mənası olur. Qrammatik mənası. İkincisi, köməkçi nitq hissələri suala cavab vermirlər. Üçüncüsü, leksik şəkilçi qəbul edib dəyişə bilmirlər. Qrammatik şəkilçilər üstlərinə bəzi köməkçi hissələr qəbul edir, amma leksik şəkilçi olaraq qəbul etmirlər. Üzərlərinə və qəbul edib dəyişmirlər. Söz yaradıcılığında da iştirak etmirlər. Bizim 5 köməkçi nitq hissəmiz var dilimizdə, Azərbaycan dilçiliyində: qoşma, bağlayıcı, ədat, modal sözlər və nida. Qoşma, ilk öncə qoşma nədir? Biz bu mövzu başlığını keçəcəyik. İsmin adlıq, yiyəlik, yönlük, çıxışlıq hallarına qoşularaq müəyyən mənə çalarları əmələ gətirən müəyyən mənə çalarları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Misal üçün, məktəbə qədər yönlük hala qoşuldu, sənin üçün yiyəlik hala qoşuldu, qocadan əvvəl çıxışlıq hala qoşuldu, anam üçün mənsubiyə şəkilçili sözlü adlıq hala qoşuldu. Qoşmanı digər nitq hissələrindən fərqləndirən odur ki, qoşma qoşulduğu sözlə birlikdə bir cümlə özü olur, birlikdə. Məsələn, sizin üçün izah edirəm. İzah edirəm burada xəbər olacaqdır. Kim üçün izah edirəm, sizin üçün izah edirəm. Qoşma qoşulduğu sözlə bir yerdə cümlə özü oldu. Bunu da digər nitq hissələrindən, yəni köməkçi nitq hissələrindən fərqləndirən cəhət kimi bir ayrılıqda yadda saxlamalıyıq. Deməli, adlıq və yiyəlik hala qoşulan qoşmalar var dilimizdə. Üçün, ilə, lalə, bunun şəkilçiləşmiş formasıdır. Qədər, kimi, tək, ca, haqqında, haqda, barədə, barəsində və s. Bu tipli qoşmalar adlıq hala və yiyəlik hala qoşulan qoşmalardır. Misal üçün, deyirəm ki, kitab haqda və yaxud da haqqında, yəni ikisi də uyğundur. Kitab haqda burada adlıq hallı sözə qoşuldu, haqda sözü. Və yaxud da deyirəm ki, Həsən üçün. Həsən üçün burada adlıq hallı sözə yenə də qoşuldu. Əgər desəm ki, mənim üçün, artıq burada im, yiyəlik hala şəkilçisi olacaqdır və üçündə qoşma olacaqdır. Sonra deyirəm ki, sənin tək. Sənin təkdə in, yiyəlik hala sözə qoşuldu. Sənin tək. Burada yox, burada bitişik yazılacaqdır. Ayrı yazdım mən təki. Sənin tək olanda ayrı yazılır. Bunu da yaza bilərik, problem yoxdur. Sənin təki, burada yiyəlik hala sözə qoşuldu. Sənin tək bitişik yazılacaqdır. Çünki birazdan deyəcəyik, biz deməli biləcəyik ki, təkəcəl qoşmalar sözlərə bitişik şəkildə yazılır. Birindən başqa, o da ki, birazdan öyrənəcəyik onu. Deməli, adlıq və yiyəlik hala qoşulan qoşmalar üçün, ilə, lalə və digər qoşmalardır ki, bunlar adlıq və yiyəlik halda olan sözləri qoşuldular. Yönlük halda işlənən qoşmalar isə qədər, kimi, dək, can, tərəf, sarı, doğru, qarşı, görə, dair, aid, əsasən və s. Bunların hamısı yönlük halda işlənən qoşmalardır. Deyirəm ki, sənə görə, burada yönlük hallı sözə qoşuldu. Ona xas xüsusiyyət, buna nisbətən, evə tərəf,
evə və burada fikir verirsiniz. A yönlü çaldı. Yönlü çal. Bunu yadda saxlamaq lazım ki, nəyin üzərinə qoşulur. Evə tərəf, evə sarı, evə doğru, bunların hamısı uyğundur ki, yönlü çallı sözə yenə də qoşulmuş oldu. Sonra çıxışlı kallı sözlərlə işlənən qoşmalar var. Əvvəl, qabaq, sonra, bəri, başqa, savayı, qeyri, ayrı, özgə, əlavə, sarı və s. Bunlar da çıxışlı kallı sözləri qoşuldu. Hansı məna çalarları yaradır? Birazdan onsuz da deyəcək. Yaratdığı aşağıdakı bölmədə yaratdığı məna çalarlarını da deyəcək onları biz. Deməli deyirəm ki, Əlidən əvvəl olanda burada artıq dən çıxışlı kallı sözə qoşulacaqdır. Əvvəl sözü, yəni qoşması. Və yaxud da deyirəm ki, bizdən savayı. Bizdən savayı. Heç kim məclisə gəlməmişdir. Dən. Çıxışlı kallı sözdür. Ondan özgə. Ondan qeyri. Heç kim bunu bilmir. Ondan özgə. Özgə sözü burada yenə də dan çıxışlı kallı sözə qoşulur. Həmişə bunlara fikir vermək lazımdır. Qoşmaların yaratdığı məna çalarları var. Bir neçə məna çaları var ki, onları hansı qoşmalardır, onlara biz baxaq. Bir gəlif, vasitə, alət qoşmaları var. İlə, lalə, cacə. Misal üçün deyirəm ki, cümlə yazaq, deyirəm ki, maşınla gedirəm. Maşınladakı la qoşmadır, bir gəlif vasitə qoşmasıdır. Sonra zaman qoşmaları var. Əvvəl, qabaq, sonra, bəri. Misal üçün deyirəm ki, ondan əvvəl bunları bilirdim. Ondan əvvəl bunları bilirdim. Sonra məsafə qoşmaları var uşaqlar. Məsafə qoşmalarında kimi, qədər, tək, can qoşmalarıdır. Kimi, qədər, tək, can. Misal üçün deyirəm ki, elə birləşmə olaraq yazaq. Evə kimi, səhərə dək və s. Dək burada olacaqdır. Deməli, məsafə qoşması. Sonra istiqamət qoşmaları var. Hansı istiqamətə gedəcəyimizi bildirir bizim. Hansı istiqamətə doğru və yaxud da sarı və yaxud da qarşı və yaxud da tərəf gedəcəyimizi bildirir. Deyirəm ki, məktəbə sarı və yaxud da məktəbə doğru. Bunların hamısı düzgündür. Yönlü kala qoşuldu. Məktəbə doğru və yaxud da məktəbə tərəf və s. Məktəbə qarşı və s. Tərəf və s. Bunların hamısı istiqamət qoşmaları oldu. Sonra bənzətmə qoşmaları var dilimizdə. Kimidir, qədərdir, təkdir, cadır, təkidir. Bunlar da bənzətmə qoşmalarıdır. Bənzətmə qoşmalarına misal üçün deyirəm ki, sən qədər bilir. Sənin qədər, yəni sən qədər və yaxud da sənin qədər bilir. Burada adlı-xallı sözü qoşulur və qədər sözü bənzətmə mənası bildirdi. Fərqləndirmə mənası başqa, savayı, özgə, qeyri, əlavə sözləri var ki, bunlar da fərqləndirmə mənasını bildirirlər. Səndən başqa, səndən özgə, səndən savayı və s. Səndən qeyri, səndən əlavə və s. Sonra isnad qoşmaları var. İsnad qoşmalarında görə, əsasən qoşmalardır. Deyir ki, məsələyə əsasən filan iş yerinə yetirildi. Məsələyə əsasən işə baxıldı. Belə yazaq, işə baxıldı. Səbəb, məqsəd qoşmaları var. Üçün, ötürü, görə, sarı, üstündə, uğrunda və s. Falan şeyin üstündə, falan şeyin uğrunda və s. Deyirəm ki,
ondan ötürü gəlmişəm. Ondan ötürü gəlmişəm, səbəbdir. Gəlmişəm, ondan ötürü səbəb nədir? Gəlmişəm, ondan ötürü. Ötürü burada olacaqdır, səbəb məqsəd qoşması. Aidlik qoşması var dilimizdə. Dair, aid, məxsus, haqda, haqqında qoşmalardır ki, bunlar aidlik qoşmalardır. Misal üçün deyirəm ki, ona aid məsələdir, ona dair, ona məxsus. Qoyum ki, yəni hamısı bunların işlənir. O haqda, o barədə, bu barədə, nə bilim, hikmət barədə, Həsən barədə, Həsən haqda və s. Bunların hamısı aidlik qoşmaları hesab olunur. Burada bir qeydimiz var. Üçün, ötürü, görə, savayı sözləri yalnız və yalnız qoşma olurlar. Nəyə görə bu qeyd eləmişəm? Ona görə ki, qoşmalar digər nitq hissələri ilə amonimlikdə təşkil edirlər. Ona görə də birazdan keçəcəyimiz bölmə zaten odur. Amonimlik təşkil edirlər. Ona görə də sırf olaraq üçün, ötürü, görə, savayı sözləri yalnız və yalnız qoşma olur. Digər qoşmalarsa qoşma və digər nitq hissələri kimi işlənə bilər. Fərqi yoxdur. Burada əslində qrammatik amonimlikdən söhbət gedir. Yəni leksik amonimlik ola bilməzdir əlbəttə ki, çünki köməkçi nitq hissələrinin qrammatik mənası var idi. Leksik mənası yox idi. Biz leksik amonim olaraq məsəl üçün primitiv olaraq sadə biz top sözünü bilirik. Nə bilim, bal sözünü bilirik, şam sözünü bilirik və s. Bunlar amonimdirlər, bəli, və leksik amonim hesab olunurlar. Deməli, qoşmaların amonimliyinə misal göstərəcək olarsak əgər, misal üçün, əvvəl sözü həm zərf, həm də qoşma kimi işlənə bilir dilimizdə. Zərf kimi işlənəndə toya əvvəl, yəni birinci, burada suala cavab verir. Əvvəl mən gələcəyəm. Mən toya əvvəl gələcəyim, bu cür də ola bilər. Toya əvvəl mən gələcəyim. Əvvəl burada zaman zərfidir ki, burada qeyd eləmişik bunu biz. Deməli, ikinci olaraq da qoşma işlənir və çıxışlı qallı sözlərlə işlənir əvvəl qoşması. Zaman məzmunu bildirir burada da əlbəttə ki və çıxışlı qallı sözlə işlənməlidir mütləq şəkildə. Çıxışlı qallı sözlə. Əvvəl isə burada olacaqdı qoşma. Sən bizdən əvvəl gəlmişdi, səndən əvvəl bilirdin və s. Sonra kimi qoşması var, ən çox işlənən qoşmalardan biridir. Kimi həm əvəzlik kimi qarşımıza çıxır bizim, həm də qoşma kimi qarşımıza çıxır. Kimi əvəzlik kimi olanda kimi çay içir, kimi yemək yeyir. Buradakı kimilər qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən əvəzlik mənə olun, qeyri-müəyyən əvəzlikdir. Qoşma kimi isə sənin kimi oxuyuram. Burada bənzətmədə sənin kimi oxuyuram. Burada bənzətmə qoşması, bənzətmə müqayisə qoşması olacaqdır. Sonra qoşmaların sinonimliyi çoxdur. Bir neçə qoşmalar var ki, bunlar amonimlik xüsusiyyətinə malikdir. Sadəcə olaraq nümunə üçün ikisini burada vermişəm. Qoşmaların sinonimliyinə gələcək olarsa, qoşmaların sinonimliyində misal üçün məsafə qoşmaları var ki, bunlar kimi, deyəcəm ki, sinonimlər qoşmaların öz içərisindən olur da, qoşmanın özünə aid olur hamısı. Misal üçün, bunların hamısı məsafə bildirir. Kəndə kimi gedəcəyəm, kəndə qədər gedəcəyəm, kəndə dək gedəcəyəm, kəndə cən gedəcəyəm. Bunlar məsafə qoşmalardır və bunlar bir-biri ilə deməli sinonim qoşmalar hesab olundular və hamısı da eyni mənanı kəsb elədi, məna qrupuna aid oldu, yəni məsafəni bildirdi. Bənzətmə müqayisə bildirən qoşmalar var. Kimi və tək qoşmasıdır. Onun kimi hərəkət edir, onun tək hərəkət edir ki, bunlar da sinonim qoşmalar hesab olundu. Sonra burada bir nümunə də vermişəm. Məxsusluq mənasında ona məxsus xüsusiyyətdir, ona xas xüsusiyyətdir, ona aid xüsusiyyətdir. Əslində o sözü də yazmaq olar. Aiddir xüsusiyyətdir, ona xas əlamətdir, ona məxsus əlamətdir. Buradakı xas və məxsus sözləri məxsusluq mənasında işlənən qoşmalardır. Deməli, qoşmaların sinonimi də bu qədər. Qoşmalarda antonimlik məsələsi belə bir şey yoxdur. Sadəcə olaraq sinonimlik var. Hansı sinonimlik? Yazıram bura. Qrammatik sinonimlik. Qrammatik sinonimlik. Sinonimlik.
Bayaq əslində dedim, qrammatik sinonimlik nədir? Qrammatik sinonimlik yin bir tərəfində mütləq şəkildə köməkçilik hissəsi olmalıdır. Bu tipli sözlərdə əgər amonimlik, sinonimlik istəyirsə. Həmçinin də qoşmaların amonimliyində burada da qrammatik amonimlik olmalıdır. Qrammatik amonimlik. Amonimlik. Bu cür olmalıdır. Sonra gəldik, qoşmalar sözlərə bitişik yazılır. Yazılış şəkildə qoşmaların bu. Qoşmalar sözlərə bitişik yazılır. Misal üçün, bitişik yazıla bilir. Misal üçün, maşına dək. Misal üçün, bitişik ayrı da yazıla bilir. Misal üçün, insan üçün. Və yaxud da ki, bütün birəcalı qoşmalar sözlərə bitişik yazılır. Burada qeydi var. Məsələn, heyvan tək, onunla və s. Bunlar bitişik yazılır. Amma istisna olan xas qoşmasıdır ki, ayrı şəkildə özünü göstərir. Misal üçün, deyirəm, bu şagirdlərə xas xüsusiyyətdir. Xas sözü burada ayrı şəkildə yazılacaq. Təkəzalı qoşmada fikir versəgər. Amma digər təkəzalı qoşmalar dilimizdə bitişik şəkildə sözlərə yazılır.